100-ə yaxın mənim bu növlər üzrə dünya, Avropa nəticələrim var. Son nəticəni deyə bilərəm ki, Zəfər Abdurrahmanov Gürcüstanda UFC liqasını keçirilən Tiflis şəhərində erməni qələbəsinə qalib gəldik və orada intervyu vermişdik ki, 44 günlük müharibəyə görə 44 saniyə kimi onu nakavt eləməliyik. 37 saniyə onu nakavt elədik. Cənab Ali Başkomandan İlham Əliyevin bizə zəng təbrik oldu. Hal-hazırda bu da fəaliyyət göstərir ki, inşallah bizim yəni hamımız eşitdiyimiz kimi bizim Gürcüstanda Tiflis şəhərində erməni nümayəndəsinin qələbəmiz oldu. Zəfər Abdurrahmanov, sizi inandırım ki, hər bir iş o vətən insanın gərək genində ola. Onu biz buradan gedəndə o vaxt ermənilər yadınızdadırsa Azərbaycan bayrağını yandırdılar Ermənistanda. O bizə pis təsir elədi. O bizim qismətimiz düşdü həmin yarışa. Dilər ermənilə döyüşəcək UFC liqasında Gürcüstanda. Biz buradan gedəndə də orada da intervyu verdik ki, oradakı burada da Ermənistan, o Gürcüstanda da ki, ermənilər bayrağı yandırdığı üçün qısas döyüşüdür bu biz için. Yəni, böyük bir o ruh var idi da içimizdə, belə deyək. Allah da qələbəni verdi bizə və böyük təntənə ölkəyə qayıtdıq, çox böyük. Yəni buradan hamısa təşəkkür edirəm, rəhbərliklər, yəni cəmaatımız, belə deyək, hamısı gözəl qarşıladılar və qələbəni çox böyük qeyd elədik. مستعصما فماذا يضيرك كيد العبيد فماذا يضيرك كيد العبيد أخي ستبيد جيوش الظلام. Zəfər demək olar ki, çempion yox, qəhrəmanlıq göstərdi. Məsuliyyət böyük idi. Burada bir sözdür Zəfər ki, mən elə bildim ermənlə bir mən döyüşdü. Siz yüzlərlə erməni orada döyüşdünüz. Onlar bayrağı yandırmağına görə biz oradan gedəndə də müsahibədə də Zəfər dedi orada ki, bizim məqsədimiz budur. 44 saniyə udmalıyam, 44 saniyə də keçmədi, 37 saniyə nakavt elədi onu. Hızlığa düzdük biz, yeter Azerbaycan əskəri. Ey alsaq erməni bir gün siz, sökəcəksiz qarşımızda diz. Mənəm Türk, önümə gələn hürk, danışam min dilə, hər gün bir hilə. Mərkiyə qadağalarım, doğrana dilim ili ilə.